Hədə-qorxu ilə tələb etmə və özünü öldürmə həddinə çatdırmada təqsirləndirilən Elnar Məmmədovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib. Şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, Şəmkirdə 24 yaşlı Nərmin Məmmədova 2022-ci ildə boşanıb. Bundan sonra onun Elnarla münasibəti yaranıb. Bir müddət sonra Məmmədov Nərmini hədələməyə, əhali arasında rüsva edəcəyini bildirməyə başlayıb. Elnar Nərminə fiziki zorakılıq edərək ona 5000 manat borcunun olmasına dair iltizama imza çəkdirib. Həmçinin qızın anasından hədələmə yolu ilə bir neçə dəfə pul alıb. Tələb etdiyi pulun verilməyəcəyi təqdirdə Nərminin azyaşlı övladını atasına verdirəcəyini də deyib. Depressiv vəziyyətə düşən və ləyaqətinin alçaldığını hesab edən qadın çıxış yolu olaraq intiharı seçib. O intihardan əvvəl 2 məktub yazıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnara 9 il həbs cəzası verilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən apellyasiya şikayəti təmin edilməyib.